Aktyorluq, rejissorluq, ssenaristlik kursları. Hamısı bir arada. Uşaqlıq xəyalları heç bu qədər əlçatan olmamışdı. Həyatına rəhbər, təhsildən istehsala addımlar. Müasir Azərbaycan kinosunun formalaşmasında sənin də rolun olsun. Oyanmamışsınız hələ siz? Oyanın, çıxın, gedin də. Göyə gedib nə edirsən ki? Biriniz oxumur, biriniz də ki evdən xəbəri yoxdur ki, evin qırığı sökür. Nə oldu, nə tər oldu? Budur. Yenə eyni səsdən yuxudan oyandım. Anamın əsəbi qışqırıqları, atamın səbirli səssizliyi. Bəlkə də elə atamın səssizliyi anamın daha çox qışqırmağına səbəb olub. Əslində atamdan nümunə götürməliyəm. Ancaq mən onun səssizliyini qəbul edə bilmirəm. Düzünü desəm atamdan utanıram. Nə bilim, zəif xarakterindən, boyundan, danışığından. Özümü tanıyandan ancaq anamın qışqırıq səslərini eşitmişəm. O da əslində xoşbəxt olmaq üçün çalışır. Ancaq öz xoşbəxtliyini qışqıraraq əldə eləmək istəyir. Amma illərdir, hələ də buna nail olmayıb. Hər bir ana xoşbəxt olmağa layiqdir. Amma gərək hər qadını xoşbəxt eləyən bir kişi olsun. Atamda isə o xarakteri yoxdur. Bəlkə də anamı xoşbəxt eləməyin yolunu tapa bilmir. Bəlkə də fikirləşir ki, savadlı olsa, yaxşı müəllim olsa anam xoşbəxt olacaq. Ancaq anam bəlkə də özü də bilmir nə istəyir. Arif, getmirsən sən? Salam evlər, sabah siz. Salam, salam oğlum. Nəsə lazımdır sizə? Çox sağ olun. Sağ ol, sağ ol. Sağ olun. Bu yaxşı uşaqdır. Anası deyingəndir. O qədər danışır. Atam bir tərəfə yol saldı, oğlan da bir tərəfə yol. Mən də atam kimi mədəni görünürəm. Bilirəm. Ancaq mən mədəni olmaqdan qorxuram. Yəni, mən bilsəydim belə olar, heç sataşmazdım. Dərsdə yaxşı qutar, üzr istədi o. Nətərsən? Sağ ol, sən necəsən? Küçədə heç kimə yazığın gəlməməlidir. Yoxsa heç kimin də sənə yazığı gəlməz. Buralarda sənin hörmətini qısqanan paxıl dostların var. Dost kimi görünürlər. Düzdür. Ancaq ilk fürsətdə sənə aid olan hər şeyi əlindən almağa hazırdır o dostlar. Bir an diqqətsiz olsan, qurduğun hər şey domino daşları kimi dağılıb gedəcək. Qaranlıq dar küçələrdə itirənlər çox olur. Bir işıq, bir ümid, amma hər kəs susur. Yumruqla danışırıq, sözlər qalıb yalan. Təbriklər danışanda kim qalır sağlam? Qışqırıq səsləri, səssizlərin çığırtısı əllərdə. Qan izi həyatın acı payı, dost yoxdur, düşmən çox. Hər addımda qorxu, burada sevgi yox, burada ancaq soyuqdur.
Gedək. Köməyin üçün çox sağ ol. Dəyməz. Əlin ağrıtmadı. Yo, narahat olma. Ayan, tələsirəm biraz. Gedim gələrsən desən. Küçədə güclü olanda hər kəsin hörmətini qazanırsan. Xüsusən də qızların. Ancaq mənim ürəyimdə bir nəfər var. Qızım, soruşmağı unutdum. Muzey hazırlıqları necə gedir? Əla gedir. Yaxşıdır hər şey. Dəqiq. Onda görüşərik. Bircə onu görəndə bütün dünyanı, gücü, küçəni unuduram. Onu görəndə tamam başqa biri oluram. Amma o da polis qızıdır. Mənim kimi avar adama baş qoşub. Mənə bircə kəlmə can söyləsəydin, o bircə kəlmənə min can verərdi. Ömrünü, gününü Sara, niyə keçmirsən? Bir dənə tədbir var, başım qarışıb. Nə tədbir elə? Muzey. İstəyirsən sən də gəl. Mən? 11-lər gələ bilər ora. Hə, problem deyil. İstəsən gələ bilərsən. Müəllimlə danışaram. Yaxşı, onda mən də səni bir dənə yerə dəvət eləyəcəm, sən də gəl. Yaxşı? Yaxşı. Uşaqlar biraz sakin. Uşaqlar biraz sakin. Sakin uşaqlar. Uşaqlar. Bağışlayın məni. Aras niyə gecikirsən? Çıx çölə icazə al, sonra gir, zəhmət olmasın. Atam məktəbdə müəllimim olsa da, çoxları mənim atam olduğunu bilmir. Uşaqlar ondan çox mənə hörmət edirlər. Bəlkə də qorxurlar. Qorxmadığım birinə necə hörmət edəsən axı? Gediblər. Arif müəllim, Bəli. direktor sizi çağırıb, dən gələrdinizsə. Nə məsələdir Arif müəllim? Uşaqlar dərsə gəlmir, sizi saya salmır. Məktəb axırıncı dərəcəli sirkə çevrilib. Siz də bu sirkin klounu. Klon olmaq xoşunuza gəlir. Belə zəif xarakterlə uşaqları idarə eləmək olmaz. Mən nə vaxta qədər bu biabırçılığa dözməliyəm? Ha? Sizin haqqınızda qərar vermək mənim üçün o qədər də asan olmayacaq, Arif müəllim. Mən bilirəm ki, siz riyaziyyat sahəsində xüsusi nailiyyətləri olan bir müəllimsiniz. Bunu başa düşürəm. Amma
Sizin bu karakteriniz, bu pedagoji nöqsandır. Boşluqdur. Ona görə də ümid edirəm ki, siz tezliklə dəyişəcəksiniz. Gedə bilərəm. Qərət eləmişəm. Bir də eləməyəcəm, vallahi eləməyəcəm. Sarılar bir dəqiqə danışıq. Ha, o Təklikdə danışıq. o siz deyirəm mən gələcəm. Sən nə qəşəngsən var? Demişdim heç bunu sən. Çox sağ ol. Qaşın, gözün. Çox qəşəng. Saçların. İstəyərsən onlara zərər gəlsin. Hı? İstəmirsənsə Arazdan uzaq dur. Camaat gəlir, üzüm yoxdur ki, camaata qapını açmağa. Bugün sabah götürüb bizi tullayacaq çölə ki, çıxın bayıra. Bir dənə sepim vardı, onu da vermişəm, satdım, neyniyim, yoxsulluğun dərdindən. Danışıram, deyir, niyə deyinirsən? Danışmıram, deyir, danışmırsan, heç nə demirsən, niyə danışmırsan məndən? Mən neyniyim daha artıq? Doğru, boğaza yığılmışam. Çox təəssüf. Mən səndən bunu gözləmirdim. Kimdən, amma səndən yox. Sən müəllim ailəsində doğulmusan. Sən hamıya nümunə olmalısan. Amma sən əksini eləyirsən. Avaraçılıqla məşğulsan. Avara uşaqlara qoşulmusan. Son zamanlar sən dərsə davamiyyətində, oxumağın da çox zəifliyib. Mən bunu bilirəm. Bilirəm. Atan haqqında sənin öz fikirlərin var. Amma onu da sənə deyim ki, sənin atan çox təmiz insandır, çox dürüst insandır. Başa düşürsən? Bəli. Öz işinin də peşəkarıdır. Yəni atan haqqında başqa fikirdə olmağın yaxşı deyil. Oldu mənim baş üstə. Gedə bilərsən. Çox sağ ol. Bir dəqiqə. Sən heç üzümə baxmadın. Bilirəm, bəlkə nəyisə düz eləməmişəm, ola bilər. Amma yenə də unutma ki, mən sənin atanam. Atam? Ata olan adam qorxmaz. Mən səndən utanıram, bilirsən də yəqin ki. Mənim qurğum güclüdür, küçədə də. Sən amma zəif, sakit. Zəif adamdan ata olmaz. Bəlkə çox insafsız danışdım. Bəlkə də anamdan cəsarət tapıb bir şillədə mən vurdum üzünü. Ancaq o sözlərdən sonra atam dəyişməyə qərar verdi. Və heç vaxt ayaq basmadığı qaranlıq küçələrə düşməyə məcbur qaldı. Bəlkə də mədəni olmaqdan yoruldu və biz onu yorduq.
Nə bağışlayın? Sərt bir şey verin də. Belə başa düşürəm ki, ilk dəfə içəcəksiniz. Rahat olun Arif müəllim. Siz? Mən sizi tanıyıram. Siz mənim qızım Ayanın məktəbdə müəllimsiniz, düzdür? Hə, Ayan. Yox, sadəcə mənə maraqlıdır. Günün günorta vaxtı sizin kimi bir müəllimin burada nə işi var? Görürəm məktəbdən qıraq suallara da cavab vermirsiniz. Olsun. Hərdən heç həyatda axtardığımız sualların heç birinə cavab tapmırıq. Elə bütöv sualın özü ilə də yaşamalı oluruq. Cəhd eləyin. Bəlkə danışmağınıza da kömək olar. Yəqin siz də mənim zəif olduğumu fikirləşirsiniz, hə? Yox, əslində belə düşünmürəm. Sizinlə açıq danışacağım. Mənim ərim çox güclü kişi idi. Mən onun gücünü tez-tez hiss eləyirdim, görürdüm. Amma onun yumruqlarında. Hə, düz başa düşdün. Döyürdü məni. Hər xırda şeyin üstündə dalaşırdıq. Onunla yaşamaq mümkün değildi. Həyatım cəhənnəmdən fərqli deyildi. Əmsi də bilirsən nə idi? Qızım bütün bunlara şahid olurdu. Məni incidən, yaralayan, onun yumruqları deyildi. Uşağın da bunları görməsi idi. Çox istədim ondan ayrılam. Amma bacarmırdım. Çünki heç kəs məni başa düşmürdü. Alo, bu da sən suyun. Salam. Necəsən? Salam. Direktor çay istəyir. Çay. Gözü bilən dəmlənsin. Salam. Salam, necəsən? Yaxşı, siz necəsiz? Yaxşıyam. Arif müəllim necədir? Yaxşı olar yəqin. Allah, bu sənin çayın. Bu da mənim çayım. Bunu da verəsən direktor. Sən də mənim çayıma barmağını çox şirin ol. Memo mənə bir də tost ver də. Gözlə. Ödə də pulu da. Yığmısan, Ver də, sən mən verəcəm. Yox, qaynisiyə yoxdur sənə. Bu müəllimə var ha, Leyla müəllimə. Sən ver, mən sənə bir-iki də taktika deyim. Sən yaşın nə deyə mənə nə öyrədəsən? Özüm həll edəcəm. O da xoş deyir, məni utanır burası. Bax da. Yaxşı, ala bunu. Amma nisiyəvi ödə. Qızların ciddi oğlanlardan xoşu gəlir. Ciddi oğlan? Mən ciddi oğlan. İndi biraz da nə bilim gəlsə sənə nəsə sual verirsə, güya onunla maraqlanmırsan. Mən ciddi olmam. Yoxla bunu, danışarıq. Yaxşı. Borcu ödə amma. Murad pulu əlimdən alır. Niyə? Vermə. Döyür axı. Vermə. Mənə qoruyarsan. Verməsən qoruyaram. Qızım sizi sevir. Hərdən evdə sizdən danışır. Xüsusən də insanın daxili gücü ilə bağlı olan dedikləriniz.
O bunu heç kəsdən öyrənə bilməzdi. Çox sağ olun. Dəyməz borcunuzdur. Mən sizə kömək edə bilərəm. Əgər istəsəz mən sizə küçənin dilini öyrədərəm. Necə yəni? Bura küçədir. Bu qədər rəsmiyyətə ehtiyac yoxdur. Birinci dərs. Əgər küçələri tanımaq istəyirsənsə, birinci çayxanalar tanımalısan. Bəlkə sənə qəribə səslənə bilər. Amma bu küçələrin universiteti də, məktəbi də çayxanalardır. İkinci dərs. Domino oynamağı mütləq bacarmalısan. Yoxsa orada səni heç kəs adam yerinə qoymayacaq. Oturaq. Abi bir dənə çay verərdim də. Oynayın, mən də bitti. Deyəsən ilk dəfə gəlirsiniz çayxanaya. Hə. Rahat olun. O masada domino oynayan uşaqları görürsünüz? Hə? Qara. Qara domino oynamağı çox xoşlayır. Amma uduzmağı heç xoşlanmır. Uduzmağı deyəsən özünü təhqir kimi hesab edir. Amma kim onu udsa, onun hörmətini, rəğbətini qazanar. Və hörmət burada insana yol açar. Mənə baxırsan, grevi nə vaxt göndər olsa. Tapacam, özüm bir səndən heç ayda axtarım. Bax, Araz, mən sənə görə deyirəm. Özün bilirsən də, grevi göndərməsən çöldə olan bütün hörməti vəlindən alacaqdır. Neynim, özüm bir səndə vəziyyət çətindir. Biz də tapanmarıq, amma gedib oğurluq eləyirik, oradan tapırıq. Tapacam. Mən də oynamaq istəyirəm. Əgər problem deyilsə. Kitabla domino oynayır də müəllim. Nədir? Yoxsa qorxursuz? Müəllim oynayaq müəllim. Amma bir şərtlə. Uzun şotu verir. Başqa məsələ. Gəl görək. Abim oradan 3 al, tez olsun. Qaqaş, gələndə çörək alarsan da. Yaxşı. Bitirdim. Nə də olmadı şey. Qara. Yaxşı da. Yaxşı. Bu neydi?
Bu ilki domino çempionatında bizim çayxana qalib gələcək. Və sən də bizim əsas oyunçularımızdan biri olacaqsan. Zəiflərin dünyasına xoş gəldin. Atam dəyişməyə qərar verdi. Normalda oğullar atalarına oxşamağa çalışır. Amma deyəsən bizdə atam mənə oxşamaq istəyir. Ancaq bilmir ki, buralar onun fikirləşdiyi kimi deyil. Gözlüyün. Qorxmayın. O qədər də çox incitməyəcək. Amma ola bilsin 1-2 gün izi qalsın. Bilirsiniz, bir mövzuda mənim fikrim dəyişib. Hansı mövzu? Əvvəllər mən kişi dedikdə güclü qolu, sərt səsi, nə bilim, sərt baxışı olan insanları fikirləşərdim. Amma indi kişi dedikdə mən susub sadəcə içində nizam quran adamları görürəm. Heç bir şərtlə, heç bir qayda qanunla deyil də, sadəcə vicdanı ilə idarə edənləri. Əgər kişilik bu dediklərindirsə, deməli mən heç vaxt itirməmişəm müşkülünü. Bu qədər. Səni yaz qatarı Mən getməliyəm. aparıb tezdən elə bil dünyanı Sağ olun. qış aldı. Səni yaz qatarı aparıb tezdən elə bil dünyanı qarlı qış aldı. Aha, Nə yaxşı gəldin. ha. Ne vurmusan? Kim vurmuşam? Sən almısan bunu? Nə bilim sən bilərsən. Niyə dalaşmısan? Kimi vurmuşam? Amma nə bilim sən bilərsən. Ha, bildim. Dominoda mənim daşımı vurdu. Ha? Mən də vurdum. Yaxşı eləməmişəm. Sən başı vuracam indi. Niyə dalaşmısan dedim. Mən niyə vurursan? Mən nə Yaxşı elən. Yaxşı elən. O vurdu, mən də vurdum da. Sən qələt eləmisən. Mən sənə demədim dalaşma. Mən dalaşmırdım. Elədi, mən də vurdum. Niyə? Ha? Bu da 2. Xoşuma gəldi. Gözdən gör mən nə edəcəm. Hədicə. Ay Allah. Amma qəşəng şilləsi var. Şirindir. Qara. Sən oğlansan. Ayan. Necəsən? Çox sağ ol. Sənə kimsə sataşanda niyə mənə yox gedib Araza deyirsən? Ehtiyac yox idi. Görürəm ki, ehtiyacı var idi də. Çox sağ ol, yəni istəmirəm. Mənə bax. Sənin anan da bizim pubda işləyir. Səni də arada bir oralarda görsəm pis olmaz. İstəmirəm. Ayan. Gəl, yemək hazırdır qızım.
Qızım, eşitmirsən? Ayan. Niyə eşitmirsən? Yemək hazırdır. Kitab oxuyuram. Oxuya oxumağını, amma yemək də yemək lazımdır. Ürəyim istəmir. Niyə? Nəsə olub? Yox, sadəcə ac deyiləm. Yo, nəsə var səndə. Səhər yaxşı idin. Normal danışdıq, sağollaşdıq, getdin məktəbə. İndi nə isə bir təhərsən. Dərslərdən çox yoruluram sadəcə. Əminsən? Heç nə yoxdur. Tək el olsun qızım, tək. Qəşəng qızım. Sən bilirsən ki, mən səni qorumaq üçün hər şey eləyərəm. Bilirəm. Amma nə dərdin varsa danışmalısan, düzdür? Yaxşı, ta bəsdir. Gedək yemək ye, yaxşı? Gedirəm, hazırlayam. Gəl. Gecikmə. Bu nədir? Hardaydım saata qədər? Dalaşmısan? Elə bircə bu çatmırdı. Niyə susursan? İndi də təzə adət öyrənmisən də küçələrdə sürünmək. Niyə susursan? Cavab ver də. Saymırsan da indi məni. De görüm nə olub üzünə? Mən bu gün birinci dəfə heç kim olmadığımı öyrəndim. Nə danışırsan? Sən yenə başladı filosof. Adam kimi cavab ver mənə. Adam olmaq üçün həmişə danışmağa ehtiyac yoxdur. Hərdən heç danışmadan da adam olmaq olar. Atam ilk dəfə anama cavab qaytardı və özünü qalib hiss eləyir. Bu qələbə hissi bəlkə də onu məğlubiyyətə aparacaq. Nə bilim, yaşayıb görərik. Əsas odur, o başa düşməlidir ki, küçələr onluq deyil. Küçələr qaranlıqdır. Küçələr təhlükəlidir. Onun kimi zəif bir insan küçədə baş çıxara bilməz. Və bunu mən ona bildirməliyəm. Olub sənə. Sən əmin adam deyilsən. Sənin kimi adamın küçədə nə işi var? Yox. Səhv fikirləşsən olar. Mən elə sənin tanıdığın həmin adamım. Sadəcə bu dəfə nəhayət ki, danışmaq qərarına gəlmişim. Onlar səni sındıracaq. Orada öz oyunları var, qayda yoxdur. Elə buna görə də mən oradayam. Bilsən, qaydanı dəyişmək üçün gərək elə oyun içində olasan. Bilsən ana, mən həmişə sənə nəyi etməməli olduğunu öyrətməyə çalışmışam. Amma indi nə edə biləcəyini göstərmək istəyirəm. Nə deyirsən? Tək bir şərtlə razıyam. Məktəbdəki kimi. Heç kim bilməyəcək ki, sən mənim atamsan. Deməli belə. Neynəmək olar? Hərdən özünü tanıtmamaqda qorumağın bir forması olur. Razıyam.
yatıram. Salam Sara, necəsən qızım? Yaxşıyam, siz necəsiniz? Sağ ol. Sən muzeyin pullarını yığa bildin? Hə, yığa bildim. Təxminən indi 2-3 nəfər qalıb. Onlar da bu gün sabah verəcək. Həm də valideynlərlə danışmışam. Yox. Kimlər gedir muzeyə? Leyla, Ayan, Aylin, Ceyla, Samira. Lap yaxşı, lap yaxşı. 3-cü saat dərsimiz var, gecikməyə. Yaxşı qızım. Narahat olmayın. Sağ olun, sağ olun. Sağ ol. Dünəndən bəri səndə bir dəyişiklik var. Dərsə gedirsən? Get, yaxşı yol. Aylin səndə indisən güya. Hə, gedim. Çünki mən hər dəfə bu qapıdan çıxanda öz səsimə biraz da yaxınlaşıram. Yenə başladı filosof. Nə danışırsan sən? Əvvəllər sənin dediklərini susurdum. Amma indi daha vacib şeylərə qulaq asıram. Nə olub sənə? Heç nə olmuyor. Özüm olmuşam. Özümü dinləyirəm bu səhər. Necə yəni özümü dinləyirəm? Nə danışırsan? Bu evdə səs çoxdur. Amma mən səsli onu daha çox eşidirəm. Sağ ol. Gəl hələ, portfelin yasına çıxmışdı. Danışın. Bilirsiniz Aydın müəllim, əgər şagirdlər məktəbə gəlmirsə, bəlkə elə məktəb onlara getsin. Ona görə mən qərara gəlmişəm ki, uşaqlara çayxanada dərs deyək. Çayxanada? Bəli, çayxanada. Damla masası arxasında, çay stəkanı ilə, riyaziyyat, ehtimal nəzəriyyəsi. Bilirsiniz, madam ki, onlar ancaq bu dildə danışa bilirlər, domino dilində, onda biz də o dildə danışmalıyıq ki, onların dilini bəlkə dəyişdirə bilək. Əhsən. Mən hiss edirəm ki, sizin daxilinizdə nəsə bir dəyişiklik baş verib. Bu mənim xoşuma gəlir. Çox sağ olun. Bu dəyişiklik mənim içimdə oyanan səsimdir. Yəni artıq danışmaq istəyirəm, yoxsa indən sonra danışmasam artıq səsi bəlkə də ömrü itirə bilərəm. Laf yaxşı Arif müəllim. Mən sizin bu cəhdinizi yüksək qiymətləndirirəm. Çox sağ olun. Amma bir şərtlə. Mənə nəticə lazımdır. Mən nəticə istəyirəm. Mənə bircə kəlmə can söyləsəydin. Başlayıb hazırıq. Hələ yox, birazdan. Nə yazırsan? O Azərbaycan dilidir. Ömrümü, günümü dərman verərdim. Ömrünü, gününü dərd eyləsəydin. Dərslərin nətər gedir? Yaxşı. Hara hazırlaşırsan? Bal hara çatırıq. Belə fikirləşməmişəm. Muzeyi nədən sən? Bu yaxınlarda olacaq, pul yığıram. Getmək istəyirsənsə 15 manat verməlisən. Hə, yazarsan mən kart atarım. Sara, bir dəqiqə olar səni.
Özün bilirsən də Grefi göndərməsəm çöldə olan bütün hörməti əlimdən alacaqlar. Mən də atam kimi yol ayrıcına gəldim. Küçədəki hörmətim, yoxsa Saraya sevgim? Deyəsən, dominonun ilk daşı laxladı. Karanlık dar küçelerde itirenler çok olur. Bir ışık, bir ümit ama herkes susur. Yumrukla danışırıq, sözler kalıp yalan. Tepikler danışanda kim kalır sağlam? Kime deyim, kim eşider, bu sükut taştan beter. Karanlıkta kışkırmak çetin ama sessiz kalmak ender. Kime deyim, kim eşider, bu sükut taştan beter. Karanlıkta kışkırmak çetin ama sessiz kalmak ender. Divarlar kulak asır ama dilleri bağlı. Gözler bakır ama hiç ne görmür aydın. Ayak sesleri geceni kesir bir bir. Korkunun adıdır bu sessiz cinayetler siri. Kapılar kilitli, yürekler paslı. Sözler çok ama diller suskun kalıp. Işık uzakda titreyir söz.